Daxili İşlər Nazirliyi son 24 saat ərzində Tbilisi və regionlarda keçirilən əməliyyatlar nəticəsində 88 narkotik satıcısı və narkotik cinayətində iştirak edən şəxslərin saxlanıldığını açıqlayıbdır. Nazir müavini Aleksandr Darxavaladze bildirib ki, bu göstərici rekord sayılır. Əməliyyatlar zamanı böyük həcmdə müxtəlif narkotik maddələr, odlu silahlar və cinayət yolu ilə əldə olunmuş pul müsadirə edilibdir. Saxlananlar arasında həm yerli, həm də xarici ölkə vətəndaşları var. İstintaq bir neçə maddə ilə aparılır və 20 ilə qədər, hətta ömürlük həbs cəzası nəzərdə tutulur. Araşdırma davam edir. Tbilisidə mübarizə zamanı 2004-cü il təvəllüdlü qızı soyuq silahdan istifadə edərək 1981-ci il təvəllüdlü zısını çox saylı bıçaq xəsarətləri ilə yaralayıbdır. Yaralı kişi xəstəxanaya çatdırılıb və müalicə alır. Hadisə yerindən qaçan qızı polis əməliyyatı nəticəsində qısa müddət sonra saxlanılıbdır. Fakt Gürsan Cinayət Məcəlləsinin 118-ci maddəsi ilə araşdırılır. Həmin maddə 4 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Araşdırma davam edir. Samcavat regionunda Bakruyanidə mübahisə zamanı 1993-cü il təvəllüdlü İci soyuq silahdan istifadə edərək 1995-ci il təvəllüdlü qığını bıçaqlayıbdır. Yaralı kişi xəstəxanaya yerləşdirilib və müalicəsi davam etdirilir. Hüquq mühafizə orqanları təqsirlənilən şəxsi Kabulyut ərazisində saxlayıbdır. Fakt 117-ci maddə ilə araşdırılır və həmin maddə 7 ilədək həbs cəzasını nəzərdə tutur. Hadisənin səbəbləri araşdırılır.